Bakıda yaşayış binasında yanğın başlayıb. APA TV'nin xəbərinə görə hadisə Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında qeydə alınıb. Hadisədən sonra Azadlıq prospektində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə alternativ olaraq Şövkət Məmmədova küçəsindən istifadə etmələrini tövsiyə edib. Yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğın söndürənləri cəlb olunub. Nazirliyin yaydığı məlumata görə 112 qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonunda yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, o cümlədən helikopter hadisə yerinə cəlb olunub və aidiyyatı qurumlar məlumatlandırılıb. Hazırda APA TV'nin çəkiliş qrupu Azadlıq prospekti 200 ünvanında yerləşən binanın yaxınlığındadır. Yanğın nəticəsində demək olar ki, evin bütün mənzilləri artıq yanıb. Hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ilkin aldığımız məlumat budur ki, hal-hazırda binada bir neçə sakinin, mənzildə bir neçə sakinin qaldığı bildirilir. Onların evakuasiyası üçün Fövqəladə Hallar Nazirliyinin işçi qrupu hal-hazırda hadisə yerindədir və onların təxliyə olunması üçün bütün Fövqəladə Hallar Nazirliyinin işçi briqadası hadisə yerinə cəlb olunub. Binanın sakinlərinin təxliyəsinə başlanıb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə artıq yaşayış binasında qalan şəxslərdən 6 nəfər Fövqəladə Hallar Nazirliyinin xilas ediciləri tərəfindən xilas edilib. Hazırda binada qalan digər şəxslərin xilas edilməsi istiqamətində tədbirlər davam etdirilir. Yanğın baş verən binada ölənlərin olub-olmadığı hələlik məlum deyil. Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maksudov APA-ya açıqlamasında bildirib ki, yanğın baş verən binadan 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Yanğın baş verən əraziyə 30 təcili yardım briqadası cəlb olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə indiyə qədər yanğından zərər çəkmiş 15 nəfər ərazidən götürülərək müxtəlif xəstəxanalara yerləşdirilib. Hadisə nəticəsində xəsarət alanlarla bağlı tədbirlərin görülməsi üçün Kliniki Tibbi Mərkəzə, Travmatologiya İnstitutuna və Respublika Yanıq Mərkəzinə xüsusi tapşırıqlar verilib. Abla paydım bize bakar. Kartı ver buna. Vallahi şu kadar kendi de gelip polis kartı ver buna. 5 dakika, 5 dakika. Kartı ver. Bakın bakın.